Salam değerli izləyicilər, gələn il pensiyalar nə qədər artacaq? Xəbəri axıra qədər izləyirik və bütün platformalardan bizə abunə olun değerli izləyicilər və TikTokda burada üstə gəl işarəsi görünürsə bir dəfə üzərinə vura bilərsiniz. 2026-cı ildə Azərbaycanda pensiyalar orta hesabla 579,2 manat səviyyəsində göstərilir. Bu 2025-ci ilin gözlənilən 537 manat orta pensiyasından təxminən 7,9% çoxdur. Bu Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Ölkə büdcəsində əmək pensiyalarının ödənişinə ayrılan vəsait isə 7 milyard 992,88 milyon manat səviyyəsində nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnozundan 10,85% və ya 782,35 milyon manat çoxdur. Qısaca desək, gələn il pensiyalar həm nominal olaraq artacaq, həm də büdcədə onların ödənişi üçün daha çox vəsait ayrılacaq.